Xeyirli olsun. Sabahınız xeyir olsun. Bir neçə məsələ var burada, tək-tək soruşacağım. İlk olaraq mənim maraqlıdır ki, Ermənistan müxalifəti Paşinyanın Türkiyə səfərindən niyə narahatdır? Çünki narahatlıqla bağlı biz müxtəlif açıqlamalar gördük, mediada müxtəlif dərc olunan məlumatlar gördük. Niyə bu qədər narahatdılar? Yəni, onlara sərf eləməyən nə məsələ müzakirə oluna bilər ki? Təbii ki, bilirsiniz, Ermənistan müxalifəti son aylarda ciddi şəkildə aktivləşir və biz burada Rusiyanın da müxalifətə ciddi dəstəyini görürük. Karapetyanın həbsi, etirazlar. Yəni, müxalifət ondan ehtiyatlanır ki, seçkiyə bağı hesab edirlər ki, Nikol Paşinyan Türkiyə ilə əlaqələri normallaşdıra bilər, sərhədlərə sala bilər, həmçinin Azərbaycanla müəyyən razılığa gələr və onun da reytingi yüksələ bilər və seçkidə əzizi bir şəkildə müxalifətin üzərində də qələbə çala bilər. Ona görə də müxalifət bundan çox ciddi narahatdır. Bir məsələ də var. Paşinyanın kilsə və Moskvanın təzyiqləri ilə bağlı Türkiyədən kömək istəmə ehtimalı necə görürsünüz? Yox, mən düşünmürəm bu məsələ Türkiyə bu məsələdə Ermənistan hökumətinə ciddi dəstək verə bilər. Sadəcə olaraq bu Ermənistan daxili işdir. Bilirsiniz, Türkiyədə, üzr istəyirəm, Rusiya kimi Ermənistan kilsəsinə və müxalifətinə təsiri yoxdur. Yalnız hökumətlə müəyyən təmasları var və bu müstəvidə yalnız Türkiyə tərəfi Ermənistanla münasibətləri normallaşdırır və Ermənistandan da tələb edər ki, Azərbaycanla da ilkin şərtləri yerinə yetir, sülh müqaviləsi bağlansın. Ermənistan hökumətinə Türkiyə belə verə bilər ki, sərhədləri aça bilər. Amma təbii ki, Nikol Paşinyan Erdoğanla bu məsələləri müzakirə edəcək. Çünki Erdoğandan ciddi şəkildə kömək istəyir. Çünki həqiqətən Rusiya, Erməni Apostol kilsəsi müxalifət Nikol Paşinyana ciddi təzyiqlər edir. O müəyyən qədər güncə də sıxışdırılır və bu istiqamətdə sadəcə olaraq Türkiyə ilə normallaşma prosesi Nikol Paşinyan üçün bir yaşıl işıqdır. Bu müstəvidə kömək istəyə biləcək. Ümumi danışılacaq məsələləri də bir şərh eləyərsiniz. Ehtimal ki, kommunikasiyanın açılması məsələsi də bir qədər müzakirə predmeti kimi ortaya atılıb. Siz necə görürsünüz? Təbii ki, bilirsiniz, Nikol Paşinyanın Türkiyə bu üçüzər səfəri regionda Ermənistan prezidentinin, Ermənistan baş nazirinin liderinin Türkiyə iş səfəridir. Təbii ki, bu Cənubi Qafqazda yeni bir mərhələnin başlanmasıdır. Həmçinin artıq Türkiyə baş naziri Ermənistanla da, Türkiyə prezidenti də Ermənistanla münasibətləri normallaşdırmağa önəm verir. Təbii ki, Ermənistan da baş naziri artıq Türkiyə ilə düşmənçilik səhifəsini də qapatmaq istiqamətində müəyyən addımları atmağa çalışır. Təbii ki, Ankaradakı, İstanbulda keçirilən görüşdə Türkiyə-Ermənistan sərhədlərinin açılması, Azərbaycanla Ermənistan arasında sülh prosesinin tezləşdirilməsi və Zəngəzur dəhlizinin açılmasıdır. Bu məsələlər ciddi müzakirə olunacaq. Hətta Türkiyə tərəfi Ermənistandan Zəngəzur dəhlizinin tezliklə açılmasını, nəqliyyat və kommunikasiya əlaqələrinin Zəngəzur dəhlizindən paralel açılmasını, həmçinin Ermənistanın konstitusiya dəyişikliyə getməsini istəyəcək. Ciddi rol oynayan oxşuyur, yəni bu dialoq gələcəkdə bu kommunikasiyaların açılmasını daha da sürətləndirəcək sizcə? Adətən əslində Türkiyə görüşləri nəticə verir. Yəni Paşinyanın baxmayaraq ki, adətən açıqlamaları özünü doğrultmur, amma görüşlərdən sonra daha başqa bir Paşinyan biz görə bilirik bəzən. Bəli, mən düşünürəm ki, bilirsiniz, Nikol Paşinyanın Türkiyə səfəri məhz Azərbaycanın da buna müsbət yanaşması ilə reallaşır. Əgər Azərbaycan razı olmasaydı, Ermənistanın baş naziri Türkiyə səfər etməzdi. Azərbaycan da bu məsələyə isti baxır. Amma burada hər hansı bir sülh müqaviləsi bağlanmayacaq. Ola bilər ki, Türkiyə-Ermənistan sərhədləri açıla bilər. Çünki bu dediyim kimi Nikol Paşinyan üçün lazımdır və Nikol Paşinyan konkret olaraq bunu Türkiyədən xahiş edəcək ki, SSK qabağı bu prosesi Türkiyə ilə sərhədlərin açılması bir müsbət proses kimi sülhə yaxınlaşmaq kimi dəyərləndirsin və daxili auditoriyada mövqeyini gücləndirsin və seçkilərə də daha əlini gücləndirmək edilsin. Əsas Nikol Paşinyan da istəyib bundan asılıdır. O yaxşı bilir ki, 2026-cı ilin iyunla kimi seçkilərə kimi konstitusiyanı dəyişmək çətin olacaq. Azərbaycanda şərt var. Və Zəngəzur dəhlizinin də açılmasını düşünürəm ki,
prinsipial olaraq razılaşdırılacaq İstanbulda. Çünki artıq İran neytrallaşdırılır. İranın mövqeyi artıq burada önəmli rol oynamır. Düşünürəm ki, Türkiyə-Ermənistan sərhədləri növbəti aylarda açıla bilər. Azərbaycan da düşünürəm ki, buna etiraz etməz. Çünki geosiyasi reallıqlar ciddi şəkildə dəyişir. Dediyim kimi, İran neytrallaşıb, Zəngəzur dəhlizinin açılmasına Nikol Paşinyan icazə razılaşacaq. Türkiyədə bunu Nikol Paşinyan istəyir, çox ciddi. Görünür ki, müəyyən razılaşmaları var ki, Nikol Paşinyan artıq Türkiyə işgüzar səfər edir ki, artıq bu məsələləri necə deyərlər, rəsmiləşdirmək lazımdır. Azərbaycan da görünür bir çox məsələlərdə artıq razılıq da verib bu məsələdə. Yəni, bu səfəri mən müsbət qiymətləndirirəm. Nəhayət ki, Ermənistan dəmir yumruğun təsirindən ayrılır, ağıllanır və reallıqları qəbul edir. Qoy açılsın, Türkiyə-Ermənistan sərhədləri Nikol Paşinyan qalib gəlsin, Zəngəzur dəhlizində açılsın və sülh müqaviləsi də bağlı. Azərbaycan da buna etiraz edir. Aydındır. Mən təşəkkür edirəm. Yəni biz əslində Paşinyanın Türkiyə səfərinin mahiyyətindən danışmağa çalışırdıq və təşəkkür edirəm ki, çox maraqlı izah elədiniz. Əziz tamaşaçılar, bir daha qeyd